100 yaşdan yuxarı olan 4 bina Ucar rayonu Oğuz küçəsi Pambıq zavodu adlanan ərazidədir. Tavanı yoxdur. Çöldən görünüşü olsa da mənzillərin divarları çat-çat olub tökülür. Təxminən burada bir yaşlı kişi var idi. O dedi ki 912-ci ildə 11-12-ci bax belə illərdə tikilib özü kubikdir bud daşlarıdır. Bütün daşların arasının hamısı qumları gedib. Dəfələrlə demişik, üstünü dəyişdilər. Bu binada doğulmuşam. 68 yaşım var. Öyümüz, mətbəximiz qəzalı vəziyyətdədir. Şəxsən mən özüm heç ara müraciət eləməmişəm, amma qonum qoşu dəfələrlə müraciət eləyiblər ki, heç kəs gəlməyib. Evin içindən durursunuz, yəni görürsünüz ki, yol görsənir. Yəni gördünüz ki, çürük taxtalar, ondan sonra divar nə gündə. Mənim imkanım yoxdur ki, mən o evimi düzəltdirəm. Yəni nə vəziyyətdəyəm. Mən heç nəyim yoxdur, hamısı bərbad vəziyyətdə. Məsələ ilə bağlı Ucar rayonu mənzil istismar sahəsinin rəisi Tural İsmailov Xəzər xəbərə bildirdi ki, sözgedən binaların qəzalı olmağından xəbərdardılar. Dəfələrlə yüngül təmir bərpa işləri görülsə də, buna baxmayaraq yenə də istismar müddətini bitirib. Qeyd olunan binalara baxış keçirib, daha sonra Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək. Həmin qurumun rəyindən sonra qərar qəbul ediləcək.